Şəhidimiz Məmmədov Füzuli Bəhruzoğlu. Şəhid Leytenant Məmmədov Füzuli 1989-cu il aprelin 5-i Xanlar rayonu Qovlarsar kəndində anadan olub. 2006-cı ildə Qovlarsar kənd orta məktəbini bitirib, həmin il Gəncə Aqrar Universitetinə daxil olub. 4 il olanı bitirdikdən sonra Beyləqan en ali hərbi hissədə 1 illik əsgərliyini keçib. Gələndən sonra ailə qurmuşuq. 2015-ci ildə 2 qız evladımız dünyaya gəlib. Hərbiyə marağı olduğu üçün 2016-cı ildə kurs keçərək hərbiçi olaraq işə başlayıbdı. Füzuli 2020-ci il sentyabrın 27-si Vətən müharibəsində iştirak edib. 44 gün müddətində döyüşüb, Zəfər gününü qeyd edibdi. Zəfər bayramından 3 ay sonra Füzulini zabitlik kursuna göndərdilər. Füzuli zabitlik kursunu keçəndən sonra leytenantlıq rütbəsi aldı. Qusar rayonu Ensali hərbi hissədə zabit kimi işinə davam elədi. 2023-cü il 19 sentyabr antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olmuşdur. Yaşad fondu şəhidimiz Füzuli Məmmədovun ailəsinə dəstək göstərib. Şəhidimizin hər iki övladı Fatimə və Zəhra fondun vəsaiti hesabına Gəncədə Xəzər Universiteti Dünya Məktəbində təhsil alır. Həmçinin onlar məktəbli ləvazimatı qutuları ilə təmin olunub və fondun təşkil etdiyi müxtəlif layihələrdə iştirak ediblər. 2023-cü ildə Xan kəndində stadionun açılışında antiterror şəhidlərin evladları ilə Cənab Prezidentin və Mehriban xanımın görüşü oldu. Prezidentimiz və Mehriban xanım Fatimə və Zəhriyə də xüsusi diqqət yetirdi, şəkillər çəkdirdi, söhbətlər elədi. Oradan qızlar xoş xatirələrlə geri döndülər. Yaşad fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı Yaşad.gov.az rəsmi internet saytının hesabatlar bölməsindən əldə etmək mümkündür.